daimi kəbindən mümkün deyil. Çünki hər adamın evlənməyə imkanı yox. Bu yandan da elə bir hissdir ki, onu ödəməsən rahat olmayacaq. O elə bir. Allah təqvim vursun, hara getsin. Peyğəmbərin də buna ehtiyacı var. İmamın da buna ehtiyacı var. Müştehidin də buna ehtiyacı var. Hər bir adamın buna ehtiyacı var. Deyim ki, azsan, məsələn, azsız da bir azdır. Deyim, dua elə, namaz qıl, imanın qalsın, inşallah gözəl sanarsın. Hemen nifə işat namaz qılın. Hemen Kur'an okuyun, qarnın yemək istəyir. Qarın yeməsə doymayacaq. Kur'anla biraz qabağını alaram, səbr eləyərəm, namazla biraz fikrimi qaçışdıraram. Amma ki, bu qarın gecəsə xəbər verməsə, həlak edir. Bu da eyni bir şey. Bu şəhvət bunu tələb edir. Bunu tələb edir. Həsən buna denən Kur'an, həsən buna oruç var hədislərdə. Amma müəyyən qədər müvəqqəti olaraq bunu qarşılayır. Və bu sivə Allahın rəhmətidir insanlara. Xüsusən zamanlar bundan istifadə eləsinlər.